Yekaterinburqda soydaşlarımıza qarşı keçirilən əməliyyat ölkəni silkələyib. 2 nəfərin ölümü, bir neçə nəfərin saxlanması ilə müşayiət edilən cinayət sıradan bir insident deyil. Azərbaycana verilən mesajdır. Gərginlik artmaqda, münasibətlər isə sınaqdadır. Dünya dəyişir, reallıq və çağırışlar məcburən də olsa qəbul edilir. Ağlı başında olan dövlət və millətlər gerçəkliklərdən çıxış edərək dinc yaşamanın və inkişafın istiqamətini tutub və həyatlarını davam etdirməyə çalışırlar. Nə edəsən ki, dövrün və zamanın tələbini qəbul etməyənlər hələ də var və Rusiya da belələrindəndir. Rusiya neçə 10 illiklərdir ki, öz mahiyyətini dəyişməməkdə israrlıdır və hər addımda bunu nümayiş etdirir. Davamlı işğal siyasəti, qonşulara qarşı agresiya, digər millətlərə yuxarıdan aşağı baxmaq mərəzindən əl götürmək kimi istəyindən bir addımda geri durmur. Zaman, yenilənən şərait və başqa mühüm amillər bu mahiyyəti indiyə qədər dəyişdirə bilmir ki, bilmir. Görüşün harasıdır ki, bu ölkənin baş bilənləri öz imzaladıkları müttəfiqlik sazişinə belə hörmət etmirlər. Etsəydi ölkəsində yaşayan, vətəndaşı olan Azərbaycanlılara münasibətdə niyə belə davranırdı ki? 21-ci əsrin 2025-ci ilində gecənin bir bədəsində mülki şəxsin evinə basqın edib, ailənin gözü qarşısında insanı mühakiməsiz, qanunsuz qətlə yetirmək nə deməkdir? Sivil ölkədə bu hərəkəti kim edə bilər? Bunun adı quldurluq deyil, bəs nədir? Səbəbi məlumdur. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, Moskvanın Bakıya təsir imkanlarını minimuma endirməsi bu ölkənin baş bilənlərini çılğına döndərir. Azərbaycana qarşı manipulyasiya yoluyla təzyiq dili ilə danışmağın mümkün olmadığını gördüyü halda bu kimi təzyiq vasitələrini seçir və üstəlik də bəzi hallarda gərginliyi xüsusi olaraq hansısa bir səviyyədə saxlayır. Nə tam həll olunmamış, nə tam həll olunmuş vəziyyətdə saxlayır ki, sanki düşünürlər ki, bununla Azərbaycanı manipulyasiya eləmək və yaxud da hər hansı bir təzyiq eləmək mümkündür. Təbii ki, belə bir şey mümkün deyil. Azərbaycan müstəqil siyasət yürüdür. Azərbaycan heç bir siyasi manipulyasiyaya getmir. Bax, bütün bunlara görə də bu kimi vasitələrdən istifadə etməyə çalışırlar Azərbaycana qarşı. Amma təbii ki, daha əvvəlki təcrübələr də göstərir ki, Azərbaycan dövləti, Azərbaycan lideri heç bir siyasi manipulyasiyaya, heç bir siyasi təzyiqə getmir. Azərbaycan müstəqil siyasət yeridən ölkədir Qafqazda. Yekaterinburqda yaşananlar sadəcə bir əməliyyat deyildi. Bu, Rusiyanın Azərbaycana qarşı hərbə zorbası idi. Dərs vermək cəhdi idi. Alındı mı? Yox, sözsüz ki. Açılan silah münasibətləri də darmadağın etdi. Bəs bərpa etmək necə mümkün olacaqmı? Əsla. Qarşı tərəfin etirafı və üzrü gərginliyi azalda bilər. Olmuşları isə heç vaxt unutdura bilməz. Heç bilməyəcək də. Bəturə Nəbiyeva, Bəkir Həşimov, Space.